Salam, xoş gördük hər birinizi. Bu günləri mən gavalı mürəbbəsi hazırlayacağım. Bilirsiniz ki, indi yay mövsümüdür. Şükürlər olsun Allaha ki, meyvələr bu il boldur. Hər kəsə ruzu bərəkət arzu edirəm. Hər birimiz alaq, pişirək, qışa hazırlıqlarımızı görək. Mən bu günləri belə bir gavalı almışam. Biraz çox uzun sov deyil, biraz alçaya da oxşuyur, amma gavalıdır. Və mən bu gavalını gül şəklində kesirəm və hazırlayacağım gül formasında. Çox gözəl görsənir. İndi sizə göstərəcəm. Gördüyünüz kimi mən belə bir formada kesirəm. Gül şəkli alınır. Götürürük bir iti bıçaq və gavalını və belə kesirəm. Belə və bunu astaca səliqəli ayırıram ki, əzilməsin. Və gördüyünüz kimi ayrılırlar, səliqəli olur, həm də qəşəng olur. Tomunu da səliqəli çıxardıram. Yaydır deyə mən çox işləri balkonda edirəm və ona görə biraz ses olduğu üçün üzürlü sayın. Mən siz vaxtınızı almayım. Bunları beləncə doğrayıb yenə qaydacağım. Gavalları hamısını tumlarından ayırdım və pişirdiyimiz qaba gördüyünüz kimi yığmışam və hər sıraya mən şəkər əlavə edirəm. 1 kiloya 1 kilo da şəkər əlavə olunur. Üst-üstə beləncə yığıram və üstünə gavalları yığıram. Mən gavalı pişirəndə su istifadə etmirəm. Öz sokunda pişirəcək. Və bunu səhərə qədər saxlayırıq. Öz şirəsini buraxsın. Səhər açılıb və gavalı öz sokunu çıxardıb. Gördüyünüz kimi mən buna su qatmadım və qoyuram ocağın üstünə. Mürəbbəmiz artıq qaynayır və söndürürük qazın altını və saxlayırıq 5-6 saat. Altı saat keçdi və gavalını qoyuruq ikinci dəfə pişməyə. Qaynamağa başlayır və qaynayandan sonra 5 dəqiqə pişiririk və yenə də saxlayırıq 5-6 saat tam soyana qədər. 6 saatda keçdim və 3-cü dəfə mürəbbəmizi hazırlayırıq. Beş dəqiqə qaynadı və ocağın altını söndürürəm. Köpükləri yığırıq və bankalara yığıram. Bankalara yığdım. Əgər mən videom sizin xoşunuza gəldisə, like qoymağı unutmayın, abunə olun.
Allaha əmanət olun. Hələlik.